Abdulla Şaiq, intihar mı, yaşamak mı? Hekayə. Sonbaharın qaranlıq bir gecəsi idi. Bulutlar bir-birinin üzərinə yığılmış, ortalığı dərin bir zülmət bürümüşdü. Xəzanın soyuq rüzgarı xəzəlləri həzin bir xışıltı ilə qoparıb çuxurlara qovur, ağacların və divarların dibinə alabəzək bir xalı kimi döşəyirdi. Tiflis şəhərini iki hissəyə ayıran Kür çayı, sahildəki iri daşlara və qayalara çarparaq hiddətlə çağlayırdı. Gecə keçmiş, çıraqlar sönmüş, təbiəti qatı bir qaranlıq bürümüşdü. Kürün aşağı sahilində kiçik pəncərədən bir çıraq ətrafına sönük-sönük işıq saçırdı. Orada bir nəfərin gözünə yuxu getmirdi. Qəlbindəki istirab və həyəcanı əks etdirən dalğın gözlərini bir nöqtəyə dikərək düşünür, yata bilmirdi. Birdən qəlbinin dərinliklərindən qopan bir ah sədası otaqdakı sükutu bir anlığa pozdu. Yanaqlarını iki damcı yaş ıslatdı. Dodaqları bir ixtiyar qımıldandı. Ay dükanım yarıldı. Var yoxum əlimdən çıxdı. Bir yığın oğul uşaq, qoca atam, indi mən nə edim? Bir qədər pul əldə edə bilsəydim. Bu sözləri pıçıldadıktan sonra o başını yastıqdan qaldırdı. Dizlərini əlləri içine alaraq, nə pis zamanədir. Birisi yıxılarsa, bu məxluq insanlıq vəzifəsini unudub, onu təpişləri altında əzməyə çalışır. Əl tutmaq, borc vermək belə istəmir, deyə bir anlığa fikrə daldı, yenə məyus bir halda başı yastığa düşdü. Göz qapaqları yumuldu, üzü yazıq bir görkəm aldı. O yenə kəsik-kəsik nəfəs alır, yatmayıb düşünür. Həyat və məişətlə pəncələşir, zehnindəki acı düşüncə və sıxıntı qəlbində dərin ağrı və sağalmaz yaralar açırdı. O birdən-birə gözlərini açdı, axşamdan bəri zehnini yoran və bütün varlığını çeynəyən dolaşıq düyünü açmış kimi yerindən sıçradı. Gözlərində ümid şöləsi parladı, yavaş-yavaş çarpaydan endi, paltosunu çiyninə alaraq otağın içində gəzinməyə başladı. Öz-özünə, qonşumuz Avanes həm köhnə dostum, həm də oğlumun kirvəsidir. Ona fəlakətimi söyləyib bir qədər borc ala bilsəm, az-çox ailəmə bir qazanc mənbəyi taparam, dedi. Simasını bir ümid və sevinç şəfəqləri işıqlandırdı. Ancaq o ümid işığı uzun sürmədi, o yenə əvvəlki pərişanlıq içində qaldı. Göz qapaqları şiddətlə açılaraq nəfəsi kəsilə-kəsilə, əgər verməsə, deyə bildi. Bir dəqiqə sonra başını qaldıraraq titrək və qırıq bir səslə, o zaman intihar etməkdən başqa çarəm yoxdur, dedi. Bu düşüncələr içində yavaş-yavaş çarpayısına yaxınlaşaraq yatağına girdi. 5 dəqiqə sonra o rüyalar içində yatırdı. Səhər gözlərini açdığı zaman günəş doğmuş, ilıq şəfəqlərini kainatın hər güşəsini yaymışdı. Çəkdiyi istirab və yoxsuzluqdan qızarmış gözlərini günəşin kəskin şəfəqləri qamaşdırırdı. Sürətlə çarpaydan indi, yuyundu, geyindi. Kirvəsi Avanesin yanına gedəcək idi, qapıdan çıxmaq istərkən müthiş bir xəyal ayaqlarını yenə mismar kimi durduğu yerə mıxladı. Əgər Avanes kirvə verməsə, bəs onda, of, ilahi, çolub çocuğumu atasız buraxma. Elə bu zaman qapı döyüldü, Aslan gedib qapını açdı. Gələn Avanes idi. Otağa girincə, Aslan, nə fikirdəsən, deyə soruşdu. Hələ heç bir fikirdə. Dükanda mal almaq üçün sənə nə qədər pul lazımdır? Aslan başını aşağı dikib cavab vermədi. Avanes sözünü bir də təkrar etdikdə Aslan 6 ay müddətində 300 manat borc alsam, Avanes onun sözünü kəsərək, elə mən də sənə vermək üçün 300 manat pul gətirmişəm, deyib pulu dostuna verdim. Aslanla Avanes köhnə dost olduğu kimi, arvadları Maral və Asmik də bir-biri ilə yaxın idilər. Bu iki qonşu tez-tez görüşür, bir-birindən xəbər tutur və hər iki ailənin xeyir şərində ən yaxın bir qohum kimi iştirak edirdilər. Aslanın qoca bir əmisi var idi. Evdə hamı onu sevir, hamı ona hörmət və məhəbbət bəsləyirdi. Maral gecə-gündüz pərvanə kimi bu xoş sima qocanın başına dolanırdı. Onun adı Baba idi. Bu yoxsul və sonsuz qoca bütün dərdini bu ailədə unudur. Aslana oğlum, Marala qızım deyirdi. Avanes onun söhbətindən çox xoşlanır, tez-tez onun yanına söhbətə gəlirdi. Bir gün baba ağır xəstələndi. Həkim gətirdilər, dava dərmanın xeyri olmadı. Evdə böyük-kiçik hamının qanı qaralmışdı. O əziz qocanı itirmək hamıya ağır gəlirdi. Avanes və Asmik hər gün babanı yoluxurdular.
Bir həftə sonra baba vəfat etdi. Tabutu evdən Aslanla Avanes götürdülər. Aslan əmisini çox hörmətlə bastırdı. Babanın həftəsi verildi. Adamlar yeyib içəndən sonra Aslana və Marala başsağlığı verib getdilər. Yas evində Avaneslə Asmikdən başqa heç kəs qalmamışdı. Maral Asmikin ağır tərpəndiyindən uşağın bu gün sabah dünyaya gələcəyini bilib dil ağız elədi. Asmik bacı, sağ-salamat qurtarasan, 4-5 günə doğarsan. Allah oğul versin, siz bizə bacı qardaşdan artıqsınız. Çox zəhmət çəkdiniz. Maral bacı, baba kimi kişinin yolunda adam canından da keçər, deyə Avanes Maralın sözlərini cavabsız buraxmadı. Sonra gülə-gülə, Aslan, oğlum olsa adını baba qoyacağım, inciməzsən ki. Niyə inciyirəm? İki evin də gözün işığı olar. Bu söhbətdən bir neçə gün sonra Avanesin oğlu oldu. Maral Asmikə doğma bacı kimi qulluq edir, balalarına baxır, xörəyini bişirirdi. Uşağın adını baba qoydular. Doğrudan da uşaq hər iki evin gözünün işığı oldu. Yanvar ayı idi, qar parçaları ağ çiçək kimi havada uçuşurdu. Ermənilər Kür çayının qalın buzlarını qıraraq xaçı suya salmaq ayinlərini bitirdikdən sonra oxuya-oxuya körpü başındakı kilsəyə gəlirdilər. İzdihamın bir başı kilsənin ağzında, o biri başı körpünün axırında ikən şiddətli bir gürültü eşidildi. Körpünün ortasında bir vəlvələ həyəcan qopdu. Ancaq gürültünün nə olduğunu anlamayan cəmaət daha artıq dəhşətlə bir-birini sıxaraq, itələyərək özlərini bir an əvvəl kilsəyə çatdırmağa çalışırdı. Heyhat, yeni salınmış körpünün bir günlük belə davamı olmadığını və onu memarın pul ucundan bu qədər xəsislik göstərdiyini kim düşünə bilərdi? Bir anda yüzlərlə adam bir-birinə sarılaraq dondurucu çaya qərq olmuş, ətrafı fəryad və şivən bürümüşdü. Müthiş faciədən xəbər tutanlar sahildə toplanır, bəziləri uzaqdan uzağa tamaşa edir, bəziləri də öz adamlarının imdadına qaçırdılar. Təsadüfən Aslan da tamaşaçıların içində idi. O çayın sahilində dərin bir həyəcanla dayanaraq bu müthiş faciəni seyr edirdi. Birdən dostu və qonşusu Avanesin də su üzərindəki buz parçalarına yapışdığını və qurtuluş üçün heç bir imkanı olmadığını gördü. Aslan artıq dayana bilərdimi? Paltarını soyunaraq özünü ildırım kimi ona yetirdi. Min bir fəlakətdən sonra onu sahilə çıxarıb evinə gətirdi. Avanes biraz özünə gəldikdən sonra, Aslan, biz din ayrı qardaşıq. Sən qardaşlıq borcunu yerinə yetirdin. Bir insanın həyatını xilas etmək, ona həyat vermək bundan böyük nə ola bilər? Ömrüm olduqca sənə minnətdaram, dedi. Aslan dərindən nəfəs aldı, dostunu məmnun baxışlarla süzərək dedi, səni mən deyil, özün qurtardın. Bir il əvvəl mən də həyatın amansız zərbələri altında əzilərək başımı itirdiyim zaman intihara qərar vermişdim. O intiharda məni sən qurtardın. Əgər qurtarmasaydın, bugün sən və o zaman mən həyata vida etməyə məcbur idik. Bizi qurtaran aramızdakı dostluqdur.